Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov rəhbərlik etdiyi dövrdə rayonun mənzil kommunal xidmət sahəsində bir çox müsbət dəyişikliklərə imza atmışdır. Sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Onun rəhbərliyi altında Nərimanov rayonu ölkə başçısının müəyyən etdiyi prioritetlə uyğun olaraq həm şəhərsalma, həm də kommunal xidmətlər sahəsində əhəmiyyətli irəliləyişlər əldə edib. Manaf Manafov rayonun yaşayış binalarının texniki vəziyyətinin yaxşılaşdırılması üçün çoxsaylı təmir və bərpa işləri həyata keçirmişdir. Xüsusilə infrastrukturun yenilənməsi, su, qaz və elektrik təchizatlarının fasiləsizliyinin təmin edilməsi, istilik sistemlərinin modernləşdirilməsi kimi mühüm layihələrdə rəhbərlik etmişdir. Bu tədbirlər sayəsində sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına və ümumi kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsinə böyük töhfələr verilmişdir. Manaf Manafov xüsusilə şəhid ailələrinə və qazilərə olan xidmətləri ilə yadda qalır. O, bu qəhrəman insanlara olan diqqəti və hörməti daim ifadə edir. Onların rifahı və ehtiyacları ilə maraqlanır. Şəhid ailələri və qazilərlə şəxsi görüşlər keçirərək onların həyat şəraitinin yaxşılaşdırılması və onlara dəstək olmaq məqsədi ilə müxtəlif sosial layihələr həyata keçirir. Bu cür qayğıkeş yanaşma onun insanpərvərliyinin və cəmiyyətə olan bağlılığının təzahürüdür. Onun təşəbbüsü ilə Nərimanov rayonunda binalarda istilik sistemlərinin optimallaşdırılması ilə və suyun təchizatı ilə bağlı həyata keçirilən layihələr sakinlərin daha keyfiyyətli xidmətlərdən faydalanmasına imkan yaratmışdır. Bununla əlavə, Manaf Manafov Nərimanov rayonun mənzil kommunal xidmət sahəsində şəffaflıq və keyfiyyətin artırılması üçün müntəzəm olaraq yerli sakinlərə müvafiq məlumatlar təqdim etməyi və onların şikayətlərini operativ şəkildə həll etməyi prioritet hesab edir. Şəffaf və etibarlı bir idarə etmə prinsipi ilə sakinlərin etimadını qazanmış və onların problemlərinə həssas yanaşmışdır. Ümumilikdə Manaf Manafov Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindəki fəaliyyəti yalnız strukturlaşma və təmir işləri ilə məhdudlaşmayıb, həm də əhali ilə düzgün kommunikasiya qurulması, sakinlərin ehtiyaclarına sürətli və effektiv cavab verilməsi ilə fərqlənmişdir. Onun bu sahədə müvəffəqiyyətləri rayonun sosial rifahının və həyat keyfiyyətinin yüksəlməsində mühüm rol oynamışdır.